Herkese salamlar. Xəstəmiz Səfiyar Abdullayev 43 yaşında. Dünən sol dizində artroskopik meniskektomi əməliyyatı aparılmışdı. Xəstəmizin anamnezində 4 gün öncə məişətdə təxminən 1,5 metr hündürlükdən yıxılmış və sol dizindən burxulma tipində bir travma almışdı. Sonra xəstənin ayağında ağrı, şişkinlik olmuş, yeriyə bilməmiş və xəstə digər klinikaya götürülmüşdür. Orada ilkin yardım aparılmış. Daha sonra xəstə yaxınları tərəfindən bizə gətirilmişdir. Hospitalımıza müraciət etmişdir. Aparılan kliniki müayinələrdən və MRT müayinəsindən sonra xəstəmizdə sol diz oynağında lateral meniskusun kompleks Beckett Händel yırtığı aşkar edilmişdir. Xəstə bir gün öncə əməliyyata hazırlandı və xəstəmiz dünən uğurlu əməliyyatını başa çatdırdı. Sol diz oynağının yırtılmış menisk təmizləndi, oynaq yuyulub təmizləndi, lavaj edildi və bugün artıq xəstəmiz palatadır. Əməliyyat gedişi normal olmuşdur. Xəstəmizin də ümumi vəziyyəti normaldır. Bundan sonraki işlərimiz artıq xəstə bugün ambulator evə yazılacaq və növbəti müşahidələrimiz ambulator şəraitdə aparılacaqdır. Səfər, necəsən? Özün necə hiss edirsən? Şükür, normal həkim, çox sağ ol. Yaxşı, qardaşım, keçmiş olsun. Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev dəyərli təşəkkürümü bildirirəm. Həmçinin də Miseyev Əhmədov həkiminə. Yəni burada bütün kollektivlər, yəni Gömrük Hospitalda işləyən bütün kollektivlər, yəni çox gözəl qarşıladılar, çox gözəl də yol çaldılar. Allah can sağlığı versin hamımıza. İnşallah mən bilməzdim ki, mənim ayağım elə düzələr. Çünki bu ayaq məndə bu qaçmışdı belə. Diz nahiyəsi qaçmışdı məndə. Keçmiş olsun Səfər, keçmiş olsun. Çox sağ olun, bir daha təşəkkür edirəm. Minnətdarım hamımızdan. Allah razı olsun, çox sağ olun.